Mingəçevirdə zirzəmidə körpə uşaq tapılıb. Gömrükdə yüksək vəzifədə işləyən adam 16 yaşlı uşaq tərəfindən qətlə yetirilib. Sizə dünyada baş vermiş ən mənasız qəza görüntüsünü göstərə bilərəm. Yəqin hamınızın dünyada baş verənlərdən xəbəri var. Bir tərəfdən Pakistanla Əfqanistanın arasında olan gərginlik artmağa başlayıb. Bir tərəfdən isə Qəzza zolağında atəşkəs əldə edilib. Əsirlikdə olanlar azad edilir. Trump İsrail ilə Fələstin arasında get-gəl edir. Əfqanistanla da Pakistanı barışdıracağını bildirib. Sizcə bu baş verənlərin qram da bizim gündəmimizə təsiri var? Yox. Həmişəki kimi Azərbaycan tamamilə ayrı dünyadadır. Deməli bir Hindistanlı var imiş, axtarışdaymış. O adam Bakıda saxlanılıb. Dehlidə bir sıra cinayətlərdə təqsirləndirilən bu adam Heydər Əliyev hava limanında saxlanılıb. Adamın sənədlərində uyğunsuzluq olduğuna görə məlum olub ki, axtarışdadır. İndi onun geri Hindistana qaytarılması üzərində işlər gedir. Bizim özümüzdə saxlanılanlar az idi, bu da bir yandan çıxdı. Bizim özümüzün saxlanılan adamları get-gedə zəkalı olmağa başlayıb. Ancaq bu da onlara məsuliyyətdən yayınmağa kömək etməyib. Bu şəkildə gördüyünüz iki nəfər qəza görüntüsü yaradaraq narkotik daşımaq istəyiblər. Deməli 16 kilo narkotiki qoyublar maşının içinə, maşını da qoyublar evakuatorun belinə. Güya bunlar maşını təmirə aparırlar. Deyiblər kimdir evakuatoru saxlayıb arxadakı maşını yoxlayan. Elə bu fikrə düşmələri onlara çox baha başa gələcək. O maşın bunlardan hansınındısa qarajda illərlə tozlanıb sahibini gözləyəcək. Çünki narkotik təkcə istifadə ilə ömür almır. Həm də onun daşınması, satılması insanın ömründən həbsxanada ala bilir. Qaldı ki, qəza məsələsinə sizə dünyada baş vermiş ən mənasız qəza görüntüsünü göstərə bilərəm. Bakı-Şamaxı yolunda qaydanı pozan şəxs görün necə qəzaya səbəb olur. Təsəvvür edin, öz yolunuzla magistralda gedirsiniz, birdən hansısa maşın geri gəlib sola dönür. Durduğu yerə problemə düşmək başqa necə olur ki? Bu tip məsuliyyətsiz adamları heç cürə anlaya bilmirəm. Hamısı da səbirsizlikdəndir. Görünən odur ki, dönəcəyi yerdən keçib və gedib qabaqdan geri dönüş eləməlidir. Bunu etməsin deyə maşını dala verir. 10 dəqiqə vaxtı uzatmağa səbri çatmadı. İndi bu dəqiqə ustaya WhatsApp-da səs atır ki, qapının təzəsini alayım yoxsa düzələr. Hamısı da məsuliyyətin olmamasındandır. Hələ bir məsuliyyətsiz hadisə olub, o bundan da betərdir. Mingəçevirdə zirzəmidə körpə uşaq tapılıb. Binanın qabağında idim, gördüm cəmaət yığışıbdı bura. O birinci padeldə usta işləyirmiş, çıxırmış yuxarı. Elə bir ki, kukuladır böyürdə duran. Geri qaydına görür ki, ayağı tərpənir, elə öz danışdığını deyir. Yaxınlaşdıq, gördük ki, uşaqdır, körpə uşaqdır, amma şikəst uşaqdır. Yəni üstündə pişik tükürləri vardı. Hal-hazırda uşaq həkim nəzarəti altındadır və vəziyyəti stabildir. Bunu edən adamın vicdanı isə yoxdur. Küçədə pişik balasını görəndə adam qoyub getmək istəmir. Bunlar orada körpəni qoyub necə gedə bilirlər? İnsan necə bu qədər rahat ola bilər? Necə belə daş ola bilər? Heç mi bu adamların içindən bir səs onlara kim olduğunu demir? Ümid edirəm bu hadisəni edən insan tapılar. Onu həbs eləməsinlər. Sadəcə bir daha valideyn olmasın deyə əməliyyat eləsinlər bəsdir. Çünki belələrinə uşaq əmanət eləmək olmaz. Belə insanlar bu cəmiyyətdə kimisə tərbiyə edib ortaya çıxarda bilməzlər. Ya o uşaq diqqətsizlikdən ölər, ya da diqqətsizlikdən tərbiyəsizin biri olar. Gömrükdə yüksək vəzifədə işləyən adam özünə aid olan marketdə 16 yaşlı uşaq tərəfindən qətlə yetirilib. Bu çox dəhşət bir şeydir. Qətl onsuz da faciədir. Bunu edənin 16 yaşlı uşaq olması lap da qorxuludur. Can deyib başına sığal çəkdiyimiz uşağın adam öldürəcək qədər təhlükəli olması qorxuludur. Bir neçə ay bundan əvvəl 15 yaşlı uşaq anasını öldürmüşdü. İndi də bu hadisə. Azyaşlar arasında cinayət faktları az deyil. Məktəbdə, küçədə bir neçə dəfə bu xəbərlərə rastlamışıq. Və inanın ki, gələcəyimiz dediyimiz uşaqların bu düşüncədə olması bizim sabahki günlərimizi sual altında qoyur. Əvvəl böyük gələndə uşaq ayağa durardı. Başını aşağı salıb dinləyərdi. İndi bəzi uşaqlar elə hərəkət eləyir ki, böyüklərin başı aşağı olur. Bu kimi uşaqlara dair sizin fikirləriniz nədir? Biz onları necə düzgün böyüdə bilərik?